Biliyin növləri. Bilik 4 hissəyə ayrılır. Faktoloji, konseptual, prosedural və metakognitiv olmaqla 4 hissəyə bölünür. Faktoloji bilik nədir ümumiyyətcə və yaxud da digər adı ilə deklarativ bilik. Testdə faktoloji bəzən yazılır, bəzən deklarativ yazılır, yəni eyni mənanı ifadə edir. Faktoloji bilik iki hissəyə bölünür, spesifik və terminoloji olaraq. Gəlin ilk növbədə faktolojinin belə deyək, izahına baxaq. Bizə nə ifadə edir? Faktoloji bilik müəyyən bir mövzu, hadisə, şəxs və tarix, anlayışlarla bağlı dəqiq yoxlanıla bilən, dəyişməz məlumatları əhatə edən bilik növüdür. Yəni, hər hansı bir şəxslə bağlı, yerlə bağlı, tarixlə bağlı, hadisələrlə bağlı olan məlumatlardır, dəyişməz olaraq qalır. Məsələn, deyirəm ki, Azərbaycanın ilk xalq şairi kimdir? Bu olacaq Səməd Vurğun. Bəs bizdən soruşulsa ki, bu hansı bilik növüdür? Biz bunu götürəcəyik faktoloji bilik olaraq. Və qeyd etdiyimiz kimi, faktolojinin də özünün iki qolu var. Biri spesifikdir, biri isə terminolojidir. Bəs bunlar nə ifadə edir? Deməli, spesifik bilik dedikdə nəzərdə tutulan məlumatlardan biri odur ki, yer, şəxs, tarixlə bağlı məlumatlar, yəni dəqiqliyi, faktların yadda saxlanılması, tanınması ilə bağlı. Bir növ bu, spesifik bilik xatırlamağa əsaslanan bilik növüdür. Tutaq ki, deyirəm ki, Azərbaycan Respublikası müstəqilliyini 91-ci ildə bərpa edib. Artıq bu spesifik biliyin daxilindədir. Bununla bağlı, tarixlə bağlı olan məsələlər. Deyirəm 8 noyabr Zəfər günüdür. Bu faktoloji biliyin spesifik hissəsinə daxildir. Və yaxud da Mendeleyev kimyəvi elementlərin dövr sisteminin müəllifidir. Bu da aid olacaq spesifik biliyin daxilində. Daha sonra yer kürrəsi Günəş ətrafında 365 gün tam dövr edir. Bu biliyin spesifik hissəsinə daxildir. Yəni, konkret məlumatlar, düzgün məlumatlar, məlumatın dəqiqliyi, hadisə, şəxs, tarixlə bağlı olan məsələlərin hər biri aid olacaq spesifik biliyə. Terminoloji bilik isə hər hansı bir terminlə bağlı, fənlə bağlı, bir peşə ilə bağlı, bir sahə ilə bağlı olan məlumatların hər biri aid olacaq terminoloji biliyin terminoloji biliyə. Bəs bununla bağlı bir neçə nümunə göstərə bilərik ki, deyirəm istiqamət zərfi hərəkətin yeri və istiqamətini bildirən nitq hissəsidir. Artıq bu açıqlaması ilə birgə terminoloji biliyə aiddir. Və yaxud da riyaziyyatla bağlı düzbucaqlı üçbucaq, perimetr. Məsələn, burada deyir hipotenuz düzbucaqlı üçbucağın ən uzun tərəfini ifadə edən riyazi termindir. Artıq bu hansına aid olacaq? Bu da terminoloji biliklərə aid olacaq. Deməli, faktoloji bilik iki hissəyə ayrıldı. Spesifik və terminoloji. Şəxs, yer, tarixlə bağlı olanlar spesifikə, hər hansı fən, peşə və yaxud da belə deyək, fənlə bağlı, sahə ilə bağlı olan məlumatların hər biri də terminoloji biliyə aid olacaq. Məsələn, dedik ki, konkret tarixlə bağlı, tutaq ki, 1994-cü ildə Bişkek protokolu imzalanıb. Bu dəqiqdir, dəyişilməyən məlumatdır. Bu aid olacaq, məsələn, spesifikə. Amma digər, məsələn, fotosintez prosesi haqqında, daha sonra hipotenuz haqqında, riyazi terminlərlə bağlı aid olacaq terminoloji biliyə. Bu biliyin birinci növüdür. Əsas növlərindən biridir. İkinci isə konseptual bilikdir. Konseptual bilik nə ifadə edir? Konseptualı bir növ mən burada əlaqələndirərdim. Nə ilə? İdrakla. İdrakla. Nəyə görə? Çünki idrak necə formalaşır? Düşüncələrlə, təhlil etməklə, müqayisə etməklə, başa düşməklə, izah etməklə, ayırd etməklə. Konseptual biliyin ən böyük açar sözü müqayisə etmək. Gəlin birinci şərtlərinə baxaq. Şərtdə bizə nə ifadə edir? Konseptual bilik anlayışlar, qanuna uyğunluqlar, prinsiplər arasında əlaqələri dərk etməyi ifadə edən bilik növüdür. Faktların sadəcə xatırlanması deyil, onların mənasını, səbəb-nəticə əlaqəsini, ümumi məntiqi anlamaq bacarığıdır. Bayaq biz birinci bilik növündən danışanda, faktoloji bilikdən danışanda qeyd etmişdik ki, xatırlamaqla bağlı idi. Məsələn, deyirəm ki,
hər birimizin doğum tarixi var. Biz bunu yaddan çıxartmırıq və bunu əzbər şəkildə bilirik. Və başqasının həmçinin doğum günü haqqında və yaxud da bir tarixlə bağlı. Bunların hər biri faktoloji biliyin spesifik hissəsinə daxildir. Amma konseptual bilikdə bizdən açıqlamağı tələb edir, dərk etməyi tələb edir. Faktların sadəcə xatırlanmasını deyil, həm də mənasını, səbəb-nəticə əlaqəsini izah etməyi tələb edir. Gəlin baxaq nümunələrə. Deməli, şagird cümlə üzvləri arasında qrammatik əlaqəni başa düşür. Baxın, cümlə üzvləri arasında qrammatik əlaqəni başa düşür. Bir var, məsələn, ismin tərifi aiddir faktoloji biliyə. Amma ismin açıqlaması, mənasını izah etmək aiddir konseptual biliyə. Daha sonra təchizat, tələbat anlayışının iqtisadiyyata, qiymətə necə təsir etdiyini dərk edir. Artıq biz qeyd etdiyimiz kimi ən böyük açar sözü nə idi? Dərk etmək idi, başa düşmək idi, anlamaq idi, müqayisə etmək idi. Burada da həmçinin onu göstərir ki, iqtisadiyyata necə təsir edir? Müsbətmi, mənfimi? Bunların hər birini öz beynində düşünməsi, təhlil etməsi konseptual biliyə aiddir. Daha sonra fotosintez tənəffüs prosesləri arasında əlaqəni müəyyən edir. Bir var, fotosintezin qaydasını bilməsi bu faktoloji biliyə aid idi. Bir də var ki, əlaqələri müqayisə etmək. Harda müqayisə etmək varsa, dərk etmək varsa, başa düşmək varsa, qavramaq varsa, bu aid olacaq konseptual biliyə. İrsi əlamətlərin nəsildən nəslə keçməsi mexanizmini izah edir. Baxın, birinci başa düşüb ki, nəyisə izah edir. İnsan birinci məlumatı qavrayır, anlayır, sonra başlayır izah etməyə, müqayisə etməyə. Bunların hər biri konseptualın daxilindədir. Ritm, teyp, melodiyanın oxşar fərqli cəhətlərinə görə ayırması, yəni fərqlilikləri nələrdir, oxşarlıqları nələrdir? Bunların hər birini ayırması aid olacaq konseptual biliyə. Faktoloji bilikdə konkret məlumatlar idi. Konseptual bilikdə isə məlumatları analiz etmək, təhlil etmək, başa düşmək, dərk etmək, müqayisə etmək, izah etmək, ayırd etmək. Məsələn, faktolojidə biz qeyd etdik ki, yer kürəsi günəşin ətrafını 365 gün ərzində tam dövr edir. Amma yer kürəsi ilə bağlı məlumatların müqayisə edilməsi, başa düşülməsi hər biri konseptual biliyin daxilindədir. Daha sonra prosedur bilik gəlir. Prosedural bilik nədir? Prosedural bilik müəyyən bir iş və ya tapşırığı addım-addım, düzgün ardıcıllıqla yerinə yetirməyi bilmək bacarığıdır. Alqoritm. Alqoritm nədir? Hər hansı bir ardıcıllıq. Məsələn, necə etmək lazımdır? Bu kimi suala, yəni cavab verən qayda, üsul, metod və əməli bacarıqlara əsaslanan bilik növüdür. Bir daha qeyd edirəm, prosedural bilik müəyyən bir iş, tapşırığı addım-addım, düzgün ardıcıllıqla yerinə yetirməyi bilmək, bacarmaqdır. Necə etmək lazımdır sualına cavab verir. Yəni, bayaq məsələn, biliyin növlərindən danışanda, biz faktolojidən, konseptualdan danışanda dedik ki, konseptualda izah etməkdə, faktolojidə isə dəqiq məlumatlardır. Amma prosedural bilikdə bir işin ardıcıl şəkildə, sistemli şəkildə həyata keçməsidir. Məsələn, deyir ki, birinci nümunədə şagird informatika dərsində fayl yaratmaq, saxlamaq əməliyyatını düzgün yerinə yetirir. Birinci kompüterin açılma düyməsinə basırıq, daha sonra Word proqramına giririk, daha sonra hər hansı bir yazı yazırıq, orada sənəd hazırlayırıq, daha sonra yaddaşa vururuq. Bu birdən-birə olmur ki, birdən-birə alınmadı. Bu ardıcıl şəkildə baş verdi. Adi çox primitiv bir misal verim. Yeməyin hazırlanmasında xüsusi bir yeməkdir. Yemək birdən-birə başa gəlmir ki, onu məsələn hazırlayırıq, süfrəyə gətiririk, adi çörəyin bişirilməsində də. Yəni, hər bir işin ardıcıl şəkildə, mərhələli şəkildə həyata keçməsi prosedural biliyin daxilindədir. Və yaxud da ikinci bir misal olaraq, laborator təcrübə zamanı reagentləri düzgün qarışdırmağı bilir. Bu da aid olacaq prosedural biliyin daxilində. Yəni, bu artıq onu düzgün etməsə bilirik ki, hansı hadisələr baş verə bilər. Düzgün qarışdırmalıdır, mərhələli şəkildə etməlidir, araşdırmalıdır, ardıcıl şəkildə etməlidir. Bu prosedural biliyin daxilindədir. Cümlədə sözlərin düzülüş qaydası sintaksə uyğun ifadə ilə qurulur.
Bu da qurulma da, yəni sintaksikə uyğun qaydaların düzgün müəyyən edilməsi, düzgün qurulması, ardıcıl qurulması prosedural biliyin daxilindədir. OHM qanunundan istifadə edərək gərginlik, cəryan, müqavimət əsasında münasibəti formul üzrə hesablayır. Hesablama. Məsələn, biz hər hansı bir riyazi hesab ediriksə, bunu ardıcıl şəkildə etməliyik. Adi bir, məsələn, düzgün bir vurmanı, bölməni düzgün yerinə yetirməsək, cavab səhv alınır. Bir riyazi məsələni həll edərkən belə ardıcıllıq tələb olunur ki, bu da prosedural biliyi daxilindədir. Estafet zamanı başlanğıc, qaçış, ötürmə mərhələlərinə əməl etməsi. Əməl etmə də aid olacaq, deməli, prosedural biliyin daxilində. Yəni, estafet zamanı başlanğıcı, qaçış və ötürmə mərhələlərinə əməl edir. Prosedural biliyin ən böyük açar sözü ardıcıllıqdır. Daha sonra, belə deyək, alqoritmdir. Bunlar ən böyük açar sözdür proseduralın. Daha sonra gəlir ən sonuncu və ən yüksək bilik növlərindən biri olan metakognitiv biliyə. Metakognitiv bilik isə digər biliklərdən fərqli olaraq, yəni şagirdin yalnız məlumatı öyrənməsi deyil, onun necə, nə cür daha yaxşı öyrənə biləcəyini anlaması. Bununla bağlı, özü ilə bağlı strategiya qurması, necə öyrənə bilərəm, necə başa düşə bilərəm, hansı metodlardan istifadə edə bilərəm, hansı üsullardan istifadə edərək daha yaxşı öyrənə bilərəm. Bu kimi metodlardan istifadə etməsi də aid olacaq metakognitiv bilik. Yəni, metakognitiv bilik öyrənmə haqqında bilik deməkdir. Şagird yalnız məlumatı öyrənmir, onun necə, nə cür daha yaxşı öyrənə biləcəyini də anlayır. Necə öyrənirəm, nəyi bilirəm, nəyi bilmirəm. Yəni, özü ilə bağlı bir müzakirə aparması, özü ilə bağlı bir fikir mübadiləsinin olması və bundan sonra strategiyanın qurulması, planlaşdırmanın aparılması hər biri metakognitiv biliyin daxilindədir. Məsələn, nümunə olaraq şagird imtahana hazırlaşarkən özü üçün ən səmərəli öyrənmə strategiyasını seçir. Özü üçün strategiya seçən şagird aid olacaq, deməli, metakognitiv biliyin daxilində. Məsələn, hər bir insanın özü ilə bağlı strategiyası var. Məsələn, bir insan yazaraq öyrənir. Biri qulaq asaraq öyrənir, biri vizual olaraq öyrənir. Yəni, hər bir kəs özü ilə bağlı özünü tanıyır və özünə uyğun strategiya qurur. Məsələn, mən ən çox, belə deyək, yazaraq daha yaxşı öyrənirəm, konspekt edərək daha yaxşı öyrənirəm. Mənim kimi bir neçə insan da həmçinin elədir ki, yazaraq daha yaxşı öyrənir. Əsas hissələrin və yaxud da rəngli qələmlərlə hər hansı bir dəqiq məlumatın altından xətt çəkilməsi, başa düşülməsi, izah olunması, bunların hər biri metakognitiv biliyin daxilindədir ki, özümüzlə bağlı bir plan, bir strategiya, bir iş formasından istifadə etməyimiz metakognitiv biliyin daxilindədir. Tapşırığı yerinə yetirərkən öz addımlarını izləyir, səhv etdiyini anlayır və onu düzəldir. Məsələn, test işləyəndə əli, məsələn, hər dəqiqə telefona gedir. Artıq bir dəfə deyir ki, mən özümlə bağlı bunu müşahidə etməliyim. Müşahidə edir ki, doğrudan telefon ona müsbət təsir etmir. Artıq telefonu, məsələn, keçirdir, başlayır dərsinə fokuslanmağa. Artıq özü ilə bağlı qurduğu bir strategiyadır. Bu da metakognitiv bilikdir. Daha sonra şagird dərsi bitirdikdən sonra öz bilik səviyyəsini qiymətləndirərək bu mövzunu tam başa düşdümü, nəyi anladım, nəyi anlamadım, bunu bir daha təkrar edə bilərəmmi? Artıq özü ilə bağlı özünü tanıması, bilməsi bu metakognitiv biliyin daxilindədir. Plan quraraq öyrənməsi, məsələn, səhər durur, dərslərini bu şəkildə deyir ki, plan quracam, bu kimi metodlardan istifadə edərək daha yaxşı öyrənəcəm, yazaraq öyrənəcəm, baxaraq, qulaq asaraq öyrənəcəm. Bu özünün qurduğu strategiyadır. Bu da aid olacaq metakognitiv biliyə. 5-cidə deyir ki, tarixdə olan hadisələri yadda saxlamaq üçün fərqli üsullardan istifadə edir. Sxem çəkməkdir, açar sözlərdən istifadə etməkdir. Sınaqdan keçirərək hansının daha faydalı olduğunu müəyyənləşdirməkdir. Bunların hər biri metakognitiv biliyin daxilindədir. Məsələn, testə düşəndə ki, şagirdin özü ilə bağlı plan qurması, məqsədlərinin olması metakognitivdir. Daha sonra testə düşəndə ki,
Şagird bir işi ardıcıl şəkildə bilir, təhlil edir, o proseduraldır. Konseptualda isə müqayisə edir. Məsələn, isim və sifətin müqayisə edir, sifətin dərəcələrini müqayisə edir. Bu konseptualdır. Faktolojida isə bir tarixlə bağlı, şəxslə bağlı, terminlə bağlı məlumatları bilməsi hər biri faktoloji biliyin daxilindədir. Deməli, biliyin 4 növü oldu: faktoloji, konseptual, prosedural, bir də metakognitiv bilik.